Hazırlamışıq gəlməli. Bitirmişdik, almışlarla bərabər təzyiq edəcək. Bərabər sürətli hərəkətdə sürət nə verir? Bərabər dəyişmir. Bərabər təzyiqli hərəkətdə nə olur? Təzyiq bərabər olacaq. Sürət nə edəcək? Sürət dəyişir. Dəyişmir, bəli. Bərabər təzyiq var. Bərabər sürətli hərəkətdə sürət dəyişmir, bərabər qalır. Bərabər təzyiqli hərəkətdə isə sürət dəyişir. Deməli, bərabər təzyiqli hərəkətə başqa adla nə deyə bilərik? Başqa adla nə deyə bilərik? Necə hərəkət deyə bilərik? Dəyişən sürətli hərəkət. Yəni, bərabər təzyiqli hərəkət, həm də dəyişən sürətli hərəkət. Yaxşı, bərabər təzyiqli hərəkətdə nə dəyişməlidir? Bərabər təzyiqli hərəkətdə nə dəyişməlidir? Təzyiqli. Bax, bərabər sürətli hərəkətdə sürət dəyişməyəcək, çünki bərabər qalır. Bərabər təzyiqli hərəkətdə nə dəyişməyəcək? Təzyiq dəyişməyəcək. Yəni, A bərabər nəyə? Konstant. Təzyiq vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdir. Hansı cihazla ölçülür təzyiq? Yox. Təzyiq hansı cihazla ölçülür? Akselerometr adlanan cihazla ölçülür. Ola bilər ki, bəzi test suallarında soruşsunlar ki, təzyiq nə ilə ölçülür? Akselerometrin adı olmasın orada. Məsələn deyirəm, qüvvədə biz keçmişik ki, təzyiq, qüvvə ilə düz, kütlənin tərs müqaviməsi basılır. Düzdür? Fikir verin, qüvvə nə ilə ölçülür? Qüvvə nə ilə ölçülür? Təzyiq. Qüvvə. Qüvvə dinamometrlə ölçülür. Kütlə nə ilə ölçülür? Tərəzi. Deməli, onların yolla tərəzi nə ilə ölçülmüş oldu? Həm tərəzi ilə, həm də dinamometrlə. Yəni, variantlarda bu kimi cavablar çıxa bilər qarşınıza. Yəni, akselerometrlə ölçülür yazılır, amma illa ki, akselerometr olmaya bilər cavablarda. Ola bilər ki, həm dinamometr olsun, həm də nə olsun? Tərəzi olsun. Yaxşı? Yaxşı. Bəs yaxşı, sürət dəyişir də burada, dedik, dəyişən sürətlə hərəkətə baxırıq da. Təzyiq nədir?